Bismillah. Bürclərin 21 aprel üçün ən dəqiq astroloji proqnozu. Bürclərin 21 aprel üçün ən dəqiq proqnozu və günün pulda ən şanslı və ən gərgin bürcləri ilə bərabər. Qoç. Bugün enerjin yüksəkdir. Yeni işlərə başlamaq üçün uyğun zamandır. Amma tələskən qərarlardan uzaq ol. Buğa. Sakit və stabil gündür. Maliyyə və iş məsələlərində düzgün addımlar ata bilərsən. Əkizlər. Ünsiyyət və sosial həyat aktivdir. Vacib görüşlər üçün uğurlu gündür. Xərçəng. Duyğular ön plandadır. Ailə ilə bağlı məsələlərdə diqqətli və anlayışlı ol. Şir. Özünü göstərmək üçün əla gündür. Diqqət mərkəzində ola bilərsən. Qız. Planlı və məhsuldar gündür. İş və pul mövzusunda irəliləyiş var. Tərəzi. Biraz qərarsızlıq hiss edə bilərsən. Böyük qərarları tələsmədən ver. Əqrəb. Güclü və qərarlı olacaqsan. Çətin məsələləri həll etmək üçün ideal gündür. Ox atan. Hərəkətli və şanslı gündür. Yeni imkanlar qarşına çıxa bilər. Oğlaq. İş yükü biraz arta bilər. Səbirli olsan nəticə müsbət olacaq. Dolça. Yaradıcı fikirlər və yeni planlar üçün yaxşı gündür. Balıq. İntuisiyan güclüdür. Düzgün qərarlar vermək üçün daxili hisslərinə güvən. Günün ən şanslı bürcləri. Ox atan. Fürsətlər və uğur. Şir. Parlayar və diqqət çəkir. Qız. İş və maliyyədə yüksəliş. Günün ən gərgin bürcləri. Tərəzi. Qərarsızlıq. Xərçəng. Emosional həssaslıq. Oğlaq. Yorğunluq və stres.